İngilis dilində yüksək səviyyəli danışıq üçün lazım olan qayda. Bu qayda ingilis dilində belə adlanır: tərsinə cümlə, yəni inversion. Əgər sizdə ən az 10 qat peşəkar görünmək istəyirsinizsə, cümlələrinizi belə qura bilərsiniz. Məsələn, demək istəyirsiniz ki, mən heç vaxt belə bir görünüş görməmişəm, belə bir mənzərə görməmişəm. Bunu siz vurğulu şəkildə demək istəyirsiniz, yəni çox vurğulamaq istəyirsiniz, heyrətamiz olduğunu görünüşün. Eyni zamanda peşəkar səslənmək istəyirsiniz. İngilis dilində yüksək səviyyədə danışığınızı göstərmək istəyirsiniz. Bunun üçün bizə hansı quruluşu bilmək lazımdır? Bundan əvvəl bütün dərslərimizdə cümlə quruluşunun ingilis dilində cümlədə söz sırasının mübtəda, xəbər, təyin varsa təyin, tamamlıq və zərflik formasında olduğunu demişdik. Tərs cümlədə isə, yəni inversion versiyasında isə cümlənin önünə zərflik keçir. Zərflik məsələn müxtəlif yerlərdə ola bilərdi. Mübtəda ilə xəbərin ortasında ola bilərdi və ya sonda ola bilərdi. Burada isə zərflik mütləq cümlənin önünə keçir. Daha sonra köməkçi feil gəlir və daha sonra mübtəda işlənir. Quruluş belə olmalıdır. Cümlələrə baxaq, daha aydın başa düşəcəksiniz. Az öncə qeyd etdiyim cümləni təkrar edirəm. Yəni, mən həyatımda belə bir görünüş görməmişəm, belə bir mənzərə görməmişəm. Dediyim qaydaya əsasən cümləni necə deyərik? Söylədiyimiz qaydaya görə heç vaxt sözü, yəni nevə birinci gəlməlidir. Nevə daha sonra isə cümləyə uyğun olaraq köməkçi feil görməmişəm mənasına deyirəm. I have never seen. Normal formada belə idi, indi belə olacaq. Never have I seen. Belə gözəl mənzərə, such a scenery. Never have I seen such a scenery. Və ya demək istəyirəm ki, o sadəcə ağıllı deyil, həm də mehribandır. Adi şəkildə, yəni səviyyəcə daha aşağı şəkildə bunu necə deyə bilərik ingilis dilində? He is not only smart, but also kind. Yox, əgər siz daha peşəkar səslənmək istəyirsinizsə, ingilis dili bilinizin daha zəngin və çox olduğunu göstərmək istəyirsinizsə, onda cümləni bu formada deyin. İnkarı bildirən söz önə keçsin, daha sonra köməkçi feil, daha sonra mübtəda. Yəni normal haldakı cümlənin əksi, tərsi. Not only is she smart, but also kind.